Dostlar, investisiya deyəndə ağlınıza Google, Apple və yaxud da ancaq Tesla gəlir. Gəlin bugün o çərçivədən çıxaq. Professional investorun bir qızıl qaydası var. Bütün yumurtaları eyni səbətə yığma. Yaxşı, bəs səhmdən başqa nə ala bilərik? Qızılı evdə alıb saxlamaq risklidir, oğurlanar. Kripto cüzdan da açmaq mənə qəliz gəlir deyirsənsə, Birbank Investdəki ETF-lər köməyə çatır. Burada hər zövqə uyğun səbət var. Qiymətli metallar, qram-qram alıb başını ağrıtma. Bunun üçün GLTR ETF-i var. Bir alışla 4 dəyərli metala sahib olursan. Qızıl, gümüş, palladium və platin. Görəsən hansı artacaq deyə fal açmırsan. Səbəti bütöv alırsan, bitdi. Kripto valyuta. Bu ETF Bitcoin yoxsa Ethereum davasına son qoyur. BTH fondu bazarın iki nəhəngini 75% Bitcoin, 25% də Ethereum-u bir səbətlə birləşdirir. Riski bölürsən, rahat olursan. İstiqrazlar, daha sakit liman istəyənlər üçün AGG idealdır. Bununla Amerikanın həm dövlət, həm də nəhəng şirkətlərinin etibarlı aktivlərinə yatırım edirsiniz. Gəlin, real nümunəyə baxaq. Mən portfelimi sığortalamaq istəyirəm. Ona görə də seçimim GLTR olacaq. Tətbiqə girir, axtarışa yazır və al düyməsini sıxıram. Gördüyünüz kimi heç seyfə zada ehtiyac olmadı. Bir kliklə 4 dəyərli metalı birdən aldım. Bu qədər sadə. Dostlar, bu danışdıqlarım yatırım tövsiyəsi deyil ha. Məqsəd sadəcə alətləri tanıtmaq və maarifləndirməkdir. Siz də yatırımla maraqlanan dostunuza göndərin ki, o da faydalansın. Şərhlərdə də nəyə yatırım elədiyinizi bizimlə bölüşə bilərsiniz. Növbəti yatırımlarda görüşmək ümidi ilə. Sağ olun və salamat qalın.